Prezidentin sabiq köməkçisi Eldar Namazov Yeni Azərbaycan televiziyasına verdiyi müsahibədə prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqda sensasiyon fikirlər səsləndirib. O bildirib ki, Heydər Əliyevin səhhətinin kritikləşdiyi anlarda Mehdiyev Moskva ilə xüsusi əlaqələr qurub. Qlobal İnfoza danışan sabiq Maliyyə naziri Fikrət Yusifov deyib ki, hakimiyyətə sahiblənmək istəyi Ramiz Mehdiyevdə hələ 90-cı illərin ortalarından başlamışdı. Stat: Ölkənin Maliyyə Nazirliyinə rəhbərlik etdiyim dövrdə bir neçə dəfə məni də öz komandasına cəlb etmək üçün həmlələr etdi. Lakin hər dəfə sərt reaksiyaya rast gəldikdən sonra mənə qarşı gizli düşmənçilik mövqeyinə keçdi. Statın sonu. Siyasi şərhçi Heydər Oğuz isə deyib ki, həmin dövrlərdə Ramiz Mehdiyev Rusiyaya müəyyən məlumatları çatdırırdı. Stat: Lakin bu məlumatların Azərbaycandakı proseslərə hər hansı təsiri olacağını düşünmürəm. Çünki o vaxt Azərbaycanda beynəlxalq güc mərkəzlərinin maraqları artıq bölüşdürülmüşdü. Hər kəs müəyyən ölçüdə razılaşdırılmış şəkildə neftimizin istismarı məsələsi ilə məşğul olurdu və bu proses 1994-cü ildə bağlanan əsrin müqaviləsi ilə həll edilmişdi. Ona görə də Rusiyanın, ABŞ-ın və ya digər dövlətlərin hansısa addım atması mümkün değildi. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.